Son illər qlobal iqlim dəyişikliklərinin təsiri ölkəmizin faunasında da ciddi şəkildə hiss olunur. Belə ki, Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində bir çox quş növlərinin ənənəvi toplaşma və istirahət məkanları dəyişib, bəzi növlərin isə miqrasiya marşrutlarında fərqlər yaranıb. Bu həssas vəziyyəti nəzərə alaraq ölkə üzrə ov mövsümünün dayandırılması qərarı alınıb. Azərbaycanda ov nə qədər əlverişlidir? Bununla bağlı. Buyurun. Ümumiyyətlə, Azərbaycanın iqlimi, təbiəti o qədər rəngarəng və gözəldir ki, bunu vallahi sözlə demək olmaz. Amma ki, bəzi verilən absurd qərarlar nəticəsində Azərbaycan vətəndaşının, Azərbaycan ovçusunun, Azərbaycan balıqçısının qarşısında süni maneələr yaradılır. Məsəl üçün, bugün dekabr ayının 2-sidir, artıq dekabr ayının 1-dən bildiyimiz kimi ov mövsümü bağlanmışdır. Handa ki, iqlim istiləşməsi nəticəsində köçəri quşların cənuba uçmasının da zamanı dəyişib. Və bugün bilirik, dekabr ayının 2-sidir, dəniz kənarındayıq, dənizə də baxın, havaya da baxın. Hətta köçəri quşlar hələ Azərbaycana gəlib tam köç yollarından keçməyiblər. Səbəb ondan ibarətdir ki, havalar hələ isti keçir. Hal-hazırda indi havalar soyuq olsaydı artıq quşlar Azərbaycandan keçmiş və ov mövsümünün bağlanması bu o deməkdir ki, quş gəlməmiş, ov mövsümü bağlandı. Ən maraqlı cəhət odur ki, biz deyirik ki, brakonerliyə qarşı mübarizə aparaq, əksinə. Biz normal, sivil, mədəni ovçuları məcbur edirik brakonerlik eləsin. Çünki Azərbaycana quş gəlməmiş, quş mövsümünü, ov mövsümünü bağlayırlar. Və quş gəldikdə bu ovçu bu bir belə deyim də sizə də bu bir sözün yaxşı mənası bir xəstəlikdir. Bu insan gəlib bundan həzz alır. Ovçu təbiətin düşməni deyil. Bunu biz bir dəfə başa düşməliyik. Ovçu təbiətin dostudur.